Saygıdeğer değerli soydaşlarımız, değerli yurttaşlarımız. Bugün biz Temmuzun 14'üdür. Tam olarak biz İstanbul'dayıq. Bildiğiniz gibi 2020'de Azərbaycanımızdan neler olur? Elə bir olaylar ortaya çıxdı. Onların çox üzücü yönləri də var, sevindirici yönləri də var. Tovuz savaşlarında Azərbaycanımızın və Türk dünyamızın deyə bilərik ki, Polad Həşimov o savaşın başlanğıcıdır. Hər kəs nə türlü böyle yerində dura bilmədi. Bir axınlar oldu. Niye Polad Həşimov vuruldu? Bu bir başka bir konudur. Tamam mı? Biz bu akşam onu konuşmayacağız. Ancak Polad Həşimov üzerinde bildiğiniz gibi belki minlərcə videolarımız ortaya çıxmış. Polad Həşimov kimdir, onun kahramanlığı ne kitaba sığar, ne qələmə sığar. 2020'de onun üstünden 6 yıl geçmiş. 6 yıllık onun il dönümüdür. Bugün biz İstanbul'dayıq. İstanbul'da Güney Azərbaycan Türkləri olaraq Polad Həşimovu və onun 11 silahdaşı və savaş arkadaşları nə türlü vuruldu. Polad Həşimov dediyimizdə yalnız ermənilərlə burun-buruna gəldiyində heç bir zaman əsgərlərinə, heç zaman döyüşçülərinə kafa tutmadı. Onlara bir abilik yaptı. Onlara bir kardeşlik etti. Ne türlü düzenli ordunu, düzensiz ordunu düzenli ordu yapan, o 17 yaşında ne türlü Türkiye'ye gelir, savaş eğitimi alır, sonra Azərbaycana döndüğünde en tehlikeli, en böyle zor koşullara hamısına uyum sağlayır orada. Ermənilərin karşısında əskəri ayaqda tutur. Ancaq 2020'de Tovuz savaşlarında Polad Həşimov vurulandan sonra ne türlü insanlarımız orada ayağa qalxdı. Sonra 44 günlük savaşta da boyunduruq altında olan toprakları əldə etdi. Bugün İstanbul'dayıq. Bugün İstanbul'a geldi. Direniş Partisinin kurucularından birisi Sayın İsmail Bey'lə bu akşam biz Polad Həşimovu və 2. Qarabağ Savaşını biz danışacağıq. Xoş gördük Sayın İsmail. Çox sağ olun Sayın İlyas Bey. Öncelikle çok hoş gelmişsiniz. Görüşünüzden çok sevindim. Mən də öz növbəmdə şəhidimizin simasında bütün Türk dünyasının şəhidlərini, adları deyilən və adları deyilməyən adsız şəhidlərimizə sayğı ilə anılan böyük qəhrəmanımız Polad Həşimov hər zaman bizlərə öyrək oldu və tariximizdə qızıl səhifələrdə yazıldı və adı hər zaman cavidana qalacaq. Dediğiniz kimi 6 yıldır şəhadətindən ötürü zaman geçir. Bu bəlkə Azərbaycan millətinin tarixində, Türk dünyasının tarixində bəlkə 6 ildə zaman sürəcək. Nədən? Vətən uğrunda canını fəda edən, özü də bir direniş simgəsi olan insanın adı tariximizdə qalar. Bunu geçmişlərimizdə də görmüşük. İndi də görürük ki, nə fədakarlıqlar olur cibhələrimizdə, müxtəlif siyasi, əskəri sahələrdə vətən evladları adsız belə də olmuş olsa, canlarından geçərək vətəni qorumaya çalışırlar, bayrağı dik tutmaya çalışırlar. Özellikle 2020'de onun ardından 44 günlük savaşta, yani her bir şeye görgü tanık oldum. O savaşta qazilərimizi, şəhid ailələri, onları gedirdim, çəkim yapırdım. Orada Sayın İsmail Bey çok ilginç böyle konular ortaya çıxırdı. Çoxlu şəhidlərimizin evlərinə, ailələrinə getdiyimdə onlar mənim Güneyli olduğumu bilirdilər.
o Güneyli olduğumu da bildiyimdə birisi deyirdi ki, mənim atam Sarabdan gəlib, birisi deyirdi Xoydan gəlib, biri deyirdi Mərətdən gəlib. Bunlar da bizi çox sevindirən bir günlər idi. Bilirsiniz ki, biz ikimiz də yekənlilərimizdən bir gün Göyçayda, Gəncədə, Goranboyda, orada bizim dildaşlarımız, yəni Araz bizi bölə bilməz, yəni bizim bir qan bağı vardı. Siz də çox sağ olun, var olun. Elə çəkimlər yapdığımda, çəkimlər etdiyimdə bir axşam gördüm ki, Polad Həşimovun qardaşı İlham bəy məni aradı. Dedi ki, Güneydən bizim qonaqlarımız gəlibdi. Polad Həşimovun heykəlini yapmışlar. Sonra araşdırdığımda gördüm ki, bunu siz gətirmişsiniz. Gerçəkdən onur duydum. Yəni belə biz hər zaman da Polad Həşimovun anası Samay Anada keçənlərdə də bütün videolarında deyir ki, mənim bu evimdə bulan bu büstü, bu heykəl, bunu Güney Azərbaycanlılar bu Təbrizdən gəlib. O da çox sevindirici gündür. Bu üzərə də biraz anlatar mısınız? Bir kere Sayın İlyas bəy, sizin çox az imkanlarla nə çəkdiklərinizi və nə zəbt elədiklərinizi şəhidlərimizdən, şəhidlərimizin ailəsindən videolardan biz hər zaman baxırıq və millətimiz və milli fəallarımız görürlər bunları və artıqraq şəhid ailələrimizdən tanış oluruq. Bunu gerçəkdən səmimi olaraq sizdən təşəkkür edirəm. Sizdən təşəkkür edirəm. Dediyiniz kimi vətən bölündüyü zaman vətənin o tayında bu tayında bir çox ailələr də bölünür. Bizim dediyiniz kimi biz bir yerliyik, yekanlıyıq və yekəndən bir çoxusu da həm ticarətə getmişdir orada, yollar bağlandı. Maalesef işğal altında olan torpaqlarda öz yerlərindən uzaq qaldılar. Doğrudur, vətənimizin başqa bir bölgəsidir, amma deyir ki, bölünməkdən elə qorxuram ki, bir çöp də ikə bölünmək istəmirəm. Və biz Güney Azərbaycan Milli Hərəkəti olaraq özəlliklə və dirəniş təşkilatı olaraq, necə ki bizim qurulma fəlsəfəmizdə də var, Quzeyi və Güneyi tək bir vətən bilirik, bir bölünmüş vətən bilirik. Oranın şəhidi şəhidimizdir, oranın acısı acımızdır, oranın şadlığı və şirinliği də bizə aiddir. Necə ki Təbrizdə, Urmuda və Güney Azərbaycanın hər yerində bir sıxıntı olduğunda, Güney Azərbaycanda yaşayan, Quzey Azərbaycanda yaşayan insanımız hər zaman gözü Təbrizdə olub, bu sıxıntıları yaxından görür. Devlət böyüklərimiz, devlətimiz, yetkililər Güney Azərbaycanda olan bitəni yaxından görürlər və ilgilənirlər, çox sağ olsunlar. Və biz bütün şəhidləri öz şəhidimiz kimi qəbul edirik, vətən şəhidi kimi, qəhrəmanı kimi qəbul edirik. Polad Həşimovun şəhadət xəbərisində yəni bizi çox duyğulandırdı, çox hissə soxdu. Və gerçəkdən də İlyas bəy, mən burada başqa bir pəncərə açmaq istəyirəm, o da budur. Bu şəhidin mənəvi bir dərsi oldu. Siz dediniz də, gəldilər Türkiyədə əskəri eğitim aldılar və döndülər vətənə. Azərbaycan müzəffər ordusunda böyük bir etkilər oldu. Dırnaq arası bir dırnaq açım, o da 1-ci Qarabağ savaşında yaşım kiçik də olsa, amma oğlanlarım o Harami düzündə savaşır, bunlar da yekənlidir. 3 qardaş orada savaşır. Bilirdim, onları araşdırdığımda, yəni gerçəkdən böyle yerimdə dura bilmirdim. Çünki döyüşçülərimizin əlində silah yoxdur, quş tüfəngi var, paslanmış silahlar var, düzənsiz bir ordu var, hər kəs öz başına. Ancaq orada 1-ci Qarabağ savaşında 17 yaşında bir ərgən bir igid var, o da Polad Həşimov. Polad Həşimov o dönəmdə gönüllülərin arasındadır. Yaşı da əskərliyə çatmır. Ancaq
Ondan sonra Türkiyəyə gəlir. Türkiyədə eğitim aldığında, Azərbaycana döndüyündə Azərbaycanın düzənsiz ordunu bir düzənli ordu yapır. Baxın biz bu cür gönüllərdə yaşayır. Bilirəm, bilirsiniz ki, söz açısıdır. Doğrudur. Yəni belə deyim, bu qəhrəmanlarımızın Güney Azərbaycanda da gəncliyimizdə və öyrəncilərimizdə böyük itkisi oldu. Biz məkanı cənnət olsun, Abbas Mirzanın modern ordusunu qurduğundan sonra ilk modern ordumuz bugün Azərbaycan Cumhuriyyətində dimdik durub və bunun içində olan qəhrəman evlatlarımız Güneyə bir mənəvi, ideolojik və fikri və fəlsəfi bir yönləri var. Şəhidimizin həm cavanlıq dönəminin qəhrəmanlıqları, həm əsgərlik dönəminin qəhrəmanlıqları İnanın Güneydə cavanlarımızda çox böyük bir etki buraxdı. Bunu biz dönələr Azərbaycan Milli Dirəniş Təşkilatının mediasında, Araz News-da yazdıq, analiz yapdıq, təşkilat başqanlarımız, məsullarımız bunu danışdı, analiz elədik ki, nədən bu şəhid qanı bais oldu bir millətdə qələyan yaransın və torpaq qurtuluşuna yönəlsin. Devlətimiz səfərbər oldu və bu şəhidin intiqamını aldı. Doğrudur. 4000-ə yaxın gənc insanımızı şəhid verdik. Və ata-babalarımız demiş kimi o torpağımız bir daha bizim gənclərin qanı ilə suvarıldı və azadlıq bayrağı, Azərbaycan bayrağı orada dalğalanmaya başladı. Və rüsva oldu o cinayətkarlar ki, qonaq kimi yaşayasaydılar orada, yaşayacaqdılar. Bir daha dönüm sizin sorunuza gəldiyində bu heykəlin necə yapıldığı, dediyim kimi o da mənim üçün çox bir onur verici oldu. Gerçəkdən hər gün şəhidlərimizin evlərinə gedirdik, bütün köyləri gəzirdik. O gün Bakıya döndüyümdə yenə də mən Ağsuya dönəcəyəm. Gördüm ki, Polad Həşimovun qardaşı aradı. Dedi ki, Güneydən qonaqlarımız gəlibdir. Təbrizdən bizə bir heykəl gətirmişlər. Olağanüstü. Siz də burada olun, bunun açılışını eləyin. Gördüyünüz təkin o da açılışda mən də o neydi, Turan bayrağını sərdim üstünə. Sonra da o rəsmləri də sizə göndərdi. Siz də çox sağ olun, var olun. Gerçəkten benim orada gücümə güc qatırdı. Bu ne güzel bir duygudur. Bunun üzərində biraz yürüyəcəyik, biraz anlatacağıq. Bu heykəlin yapılması dedim bir düşüncə və fəlsəfə var arxasında. Orada Təbrizdə mən adını izin versəz zikr eləməyim. Yəni bilirsiniz bəzi sıxıntılar adını verin. olur. Bir soydaşımız, bir dildaşımız, tamam. Azərbaycan sənətkar evladımız çox sağ olsun. Bu heykəli hazırladı. Sağ olsunlar. Bunu bir türlü biz Ankara'ya getirdik. O dönemde bilirsiniz bir sınırların kapanması, korona döneminde olan bazı sıkıntılar var idi. Biz bunu Ankara'ya getirdik. O düzələn tarixindən sonra. 3 aya yaxın bizim evdə qaldı. Bizim ananın evində qaldı. Allah bütün ölənlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Mənim anam hər zaman sübhdən axşama məcburi bizim siyasi yaşamımızdan və qaçqınlığımızdan dolayı Ankara'da bizimlə yaşayaydı. Və sübhdən axşama Kuzey Azərbaycanın televizyona baxaydı. Türkiye televizyonuna və kanallarına heç baxmazdı. Və dediyiniz kimi o zaman Yekəndən də bir xatirə var idi ki, bizimkilərin bir çoxsu qaldı Arazın o tayında. Hər zaman kanalları izləyirdi, Azərbaycan mediasını izləyirdi. Şəhidimizin, Polad Həşimovun ailəsinin başqa şəhidlərə görürdü. Çünki bunun qardaşı da şəhid oldu. Yəni mənim anamı, mənim daim olaraq İran-Irak savaşında terör örgütü, PKK terör örgütü və onların əli ilə vuruldu Batı Azərbaycanda. Çünki qardaşı da şəhid idi. Şəhid anasının və şəhid qardaşının və şəhid
bacısının, anasının, atasının dərdini Onun hiss acılarını edirdi. çox bilirdi. Biz ilk mən bunu getdim otoqardan aldım, bir otobusla gətirdilər. Otoqardan aldım. Bunu gözəl bir şeyin üstünə qoymuşduq. İlk anam baxdı, dedi ki, mən bu adamı tanıyıram. Biz də demirik bu kimdir. Dedi, mən bu özdə yaşlı biri. Dedi, mən bu şəhid olub, dedi. Dedim, hə, bu şəhid olub ana. Dedi ki, mən bunu çox görürəm televizyonda. Biraz duyğulandım da, qüsura baxmayın. Dedi ki, mən bunu televizyonda çox görürəm. Dedim, doğrudur. Bu Azərbaycan millətinin və Türk millətinin qəhrəmanıdır. Onun elə yanında da bizim dayının fotoğrafını qoymuşdu, şəhid dayımın fotoğrafını. Dedi ki, buna əl dəyməyəcəksiniz bu qədər. Dedim, ana bu Bakıya gedəcək. Dedi, bana bir ayrısını düzəltdirin Bakıya da. Dedim, yox, ana bu Bakıya gedəcək. Bu burada qala bu şəhidin ailəsinə, anasına veriləcək. Bizim məndən kiçik qardaşım Məcid bəy bu gün də dirəniş təşkilatının sözçüsüdür. Axşam evə gəldiyində anam dedi ki, bunu Bakıya göndərəndə məni də bir aparım bunların evinə. Mən bunun anasını görüm. Mən bilirəm şəhidin ürəyinin, anasının ürəyində nələr keçir. Bunu da bir xatirə olsun təriflədim. 2 ay, 3 ay qaldı anamın evində. Sonra çox dəyərli fədakar və mücadilə yoldaşımız olan Əli bəy ki, bugün o da doktorasını bitirdi yəni burada. Sağ olsunlar, Qarabağ şəhidlərinin anına bisiklet ilə başladı Antalya'da, Bakıya qədər bisiklet ilə getdi. Və biz o Əli bəy ora gəlmədən, Bakıya yetişmədən bu heykəli başqa bir kargo ilə Bakıya göndərdik. Sonrasını siz bilirsiniz, daha məndən iyi bilirsiniz. Orada BAO təşkilatının aktivistləri Babək bəy və sairə dostlar yığışdılar və öncə Əli bəyi ağırladılar. Əli bəy dediyim kimi çəx sürə-sürə bisikletinin getdi ora şəhidlərimizin anına, Urmu gölünün yadına və siyasi zindanlarımızın yadına və sizlərinlə bərabər o heykəli şəhidimizin ailəsinə təqdim elədilər. Bu heykəldə dediyim kimi bir fəlsəfə var, bunun arxasında bir düşüncə var və o heykəlin hazırlanmasına çox bir insanın əməyi var. Təbrizdə olan sənətkar dostumuzdan ta sizlər, BAO təşkilatı, dirəniş təşkilatı və biz belə düşündük ki, Güney Azərbaycandan Quzey Azərbaycana, özəlliklə əsgərlərimizə bir mesaj göndərək. Deyək ki, Güney Azərbaycan 35 milyon, necə ki, Cumhurbaşqanımız da dönələr zikr eləyiblər ki, deyir ki, mən 50 milyon Azərbaycanlıların Cumhurbaşqanıyam və çox da haqlıdır, haqlı da deyir. Güneydən bir mesaj olsun ki, Güneyin 35 min insanının ürəyi Bakıda, Qarabağda çırpınır, Gəncədə çırpınır, Naxçıvanda çırpınır. Və necə ki, bilirəm, oradakı qardaşlarımız üçün mən sürəkli orayla, yəni orada olan aktivistlərin irtibatdayım, Təbrizdə çırpınır. Və bu, o heykəlin hekayəsi oldu, siz də çox sağ olun, gəldiniz və bu məsələnin neçəsi məndən soruşmuşdu. Dedim ki, bir gün İstanbula gələndə mənə qonaq ol. Və bugün saadət oldu ki, sayıdəyər İlyas bəylə ki, Güney Azərbaycan hərəkətində böyük bir əmək olub. Bunu Güney Azərbaycanın bütün aktivistləri bilirlər. Heç bir təşkilata bağlı olmadan təşkilat üstü bir aktivitələri olub, bir fəaliyyətləri olub və Güney Azərbaycan bu gün də media sahəsində İlyas bəy çox böyük addımlar atır və mən İstanbulda da buna şahid oluram və siz də sağ olun ki, bu məsələni kameraya çəkdiniz ki, tarixinizdə qalsın. Siz onları anlattınız, ancaq
dedim o axşam çox da paşamızın, yəni Polad Paşa Qəbələdə doğuldu, 2 yaşındaydı. Gəlirlər bunlar Sumqayıta. O evdə ki, Polad Həşimov eğitim alır, böyüyür. Ondan sonra hər zaman da onun evi də indi elə bir ev, muzey gibidir. Səmayanada görüşünə, hər gün yüzlərcə deyə bilərəm, belə bir günlərdə minlərcə insan o evə girib çıxır, gəlir ananı ziyarət eləyir. Səmaya ona o axşam çox mutlu idi. Onun üzü gülürdü, gözü gülürdü. Düzdür, ürəyi yanıqlıdır. Ancaq o derdi ki, Arazın o tayından mənim balamı, mənim oğlumu, mənim qəhrəmanım. Düzdür. Polad Həşimov xalqımızın bir qəhrəmanıdır, bir bahadurudur. Amma Səmayanın bir balasıdır. Tamam mı? Ancaq Polad Həşimov bir atasözü var, deyir ki, adam var ev oğludur, adam var el oğludur. El oğludur. Ya, bu el oğludur gerçəkdən. O günü çox-çox sevindi. Yəni biz düşündük, daşındıq bu bayrağın üzərində Türkiyə bayrağını sərək, Güney bayrağı sərilsin, Quzey bayrağı. Sonra dedik ki, Turan bayrağı sərilsin. Yəni belə bütün türk topluluqların yəni belə. O da indi gördüyünüz təkin hər şeydə ekrandadır. Yəni onu da biz yayınladıq. O dövrdə də o rəsmləri çəkmişəm qala, bu videoları da biz yayınladıq. Çox sağ olun, var olun. Bu onur verici idi. Biraz bundan öncə də ki, bütün şəhid anaların evinə getdiyimdə heç bir şəhid anası yəni belə düzdür, ürəyi yanırdı, ağlayırdı. Ancaq bir üzü ağlayırdı, bir üzü sevinirdi. Onların bir sözü vardı, deyirdi ki, toprağa su qarışanda çamur olur, qan qarışanda vətən olur. Bu çox gözəl bir duyğudur. Bizim də əlimizdən gələn, yəni biz də Güneylilər hər türlü, yəni yerimizdə oturmadıq. Birisi kamerası ilə, birisi parası ilə, birisi hər türlü gəldilər. Siz də böyük bir əmək verdiniz. Yəni Polad Həşimovun bugün Tovuz savaşları da, Tovuz savaşlarının 6-cı il dönümüdür. 44 günlük savaşında başlanğıcıdır. O bir qanlı bir savaş olur, qanlı bir savaş olur. Bunu da deyə bilərəm ki, at biləhli, qurd ürəkli deyə bilərəm. O alpərlərimiz gedir alpərənliyə yüksəlir, şəhadətə yüksəlir. Ancaq o boyunduruq altında olan torpaqları da qurtarırlar. Bugün